Prezident Cənab Ali Başkomandan, mən Musayev Araz Furqanoğlu, 9 qat dünya, 4 qat Avropa, əməkdar dərəcəli idman ustasıyam. Muay Thai Federasiyasının prezidenti və dəfələrlə sizə müraciət edərək bildirirəm ki, Cənab Prezident, bildiyiniz kimi həyatıma sui-qəsd törədilmişdir. Bir məmur tərəfindən və idman şöbəsinin rəisi tərəfindən qeyri-qanunsuz olaraq Muay Thai Federasiyanı ələ keçirmək üçün İctimai Birliyin üzvlərindən bir dəstə törədilmişdir, bir dəstə toplanmışdır. Bu dəstə ilə bağlı həm mənim ölümümə qəsd etmək, həm də Muay Thai Federasiyanı ələ keçirmək üçün bu toplantı keçirilmişdir. Cənab Prezident, bu günləri Muay Thai Federasiyası olaraq fəaliyyətimiz davam etdirilir. Heç bir İdman Nazirliyi tərəfindən heç bir maliyyə bizə ayrılmır və idmançıların yarışa getməsi üçün Kickboks Federasiyası ilə bərabər olaraq İdman şöbəsinin rəhbərliyi tərəfindən hər an, hər dəqiqə buna mane olurlar. Dünya Federasiyasına dəfələrlə məktub yazırlar. Dünya Federasiyası İdman Nazirinin şöbə rəisinə bildirir ki, kickboks qırmızı bizim cizgimizdir. Buna baxmayaraq həyatım hər an, hər dəqiqə ölümlə üzbəyüzəm. Bir daha ölümə qəsdlə vurulmuşam. Ancaq buna baxmayaraq Allah istədiyinə görə həyatda yaşıram. Sizə bu bayram günündə, yeni ildə, 2025-in son günü, 31-də, 2026-ya keçən gündə, sizə bu bayram günündə müraciət edərək bildirmək istəyirəm ki, Kickboks rəhbərliyi tərəfindən İdman şöbəsinin rəhbəri olan adamlar məni hər an ölümə, qəsdə addım atırlar. Hətta zəhərlənməyimlə bağlı, zəhərləndirəcəklər bağlı mesajlar göndərirlər və Muay Thai Federasiyasının bir qrup üzvü olmayan Muay Thai Federasiyası kimi təqdim edilərək Dünya Muay Thai Federasiyasına məktub yazırlar. Dünya Muay Thai Federasiyası Gənclər və İdman Nazirinə rəsmi olaraq məktub göndərərək və məktubunda bildirir ki, kickboks bizim qırmızı cizgimizdir. Ancaq buna baxmayaraq Kickboks Federasiyasının rəhbəri çox böyük, geniş, gücə malik olduğuna görə hər kəs ondan qorxaraq sizdən aldığım medalları, sizdən aldığım ev mükafatı, verdiyim titulları, verdiyim nəticələri qeyri-qanunsuz saymaqla insanlar içində məni hörmətsiz vəziyyətə gətirirlər. Cənab Prezident, sizdən xahiş edirəm, hüquq qanunverici orqanlara öz göstərişinizi verəsiniz və bu cinayətlə araşdırılmasın, öz üzərinizə götürməyinizi sizdən bu bayram günündə xahiş edirəm. Cənab Prezident, bildiyiniz kimi apellyasiya məhkəməsi, yasamal məhkəməsi, digər məhkəmələrə hədə-qorxu gələrək və məhkəmə sədri, apellyasiya məhkəməsinin sədri bildirmişdir ki, mənə təzyiqlər var. Bu təzyiqlərin qabağının alınması üçün sizdən xahiş edirik və bütün video çarxlarımı, mənə olunan zəngləri hər birisini dəfələrlə göstərmişəm. Hətta hər bir yerə pul buraxaraq, pulla, adamlarla hər günüm təhlükə altındadır, Cənab Prezident. Mən özüm Masallı rayonunun Nürən kəndində anadan olmuşam. Ancaq buna baxmayaraq, hər zaman bildirdiyim kimi dövlətimə, dövlətçiliyimə sadiq olan, sizə sadiq olan bir şəxs olmuşam. Ona baxmayaraq, hər an, hər dəqiqə həyatım ölüm altındadır. Sizdən xahiş edirəm, bu mənə qarşı olan qəsdin, mənə qarşı olan terrorun, ölümə qəsd olan cinayətin üstüsünün açılmağı üçün öz göstərişinizi verərsiniz. Dəfələrlə baş prokurorluğa, hətta Nəsimi rayonunda, Binəqədi rayonunda cinayət işi başlaması üçün sənədlər toplanmışdır. Ancaq buna baxmayaraq, sənədləri rədd edərək geri qaytarırlar. Cənab Prezident, sizdən xahiş edirəm, məhkəmələrdə bizim federasiya ilə bağlı gedən qanunsuzluqlar,
və İdman Şöbəsinin rəisi tərəfindən atılan addımlar durmadan davam edir. Cənab Prezident, sizdən xahiş edirəm, bu qatilin, bu necə deyərlər, mənə qarşı olan cinayətin atılan addımların qarşısını aldırılmasına birbaşa göstəriş verməyinizi sizdən xahiş edirik. Sizdən bu bayram günündə xahiş etdiyim, Cənab Prezident, budur. İnanıram ki, mənə qarşı törədilən cinayət, törədilən terror aktı, törədilən əldən alma prosesi, qarayaxma və digər addımlar atılması heç kəs, heç bir məmura yaraşmaz bir addımdır. Əlbəttə, siz bunları vəzifəyə təyin edirsiniz ki, bunlar insanlara, xalqımıza, vətənimizə, dövlətimizə xidmət göstərsin. Ancaq bunlar ona baxmayaraq, öz ələ alma prosesini və özləri böyük pulların olduğunu bildirərək və səni öldürəcək dəfələrlə deyərək, restorana çağıraraq və də qorxu gələrək dəfələrlə bu baş vermişdir. Cənab Prezident, hər bir yerdə saxlırlar, sübut varmı? Söyləyirlər. Sübut mən öləndən sonra olacaqmı? Mənim olan sübutum mənə 3 bıçaq, 5 barmaqla yara, 2 başımdan zərbə, olmayan zərbələri dahi hər kəs onu efirlərdə görərək bilir. Cənab Prezident, sizdən xahiş edirəm, kickboksda baş verənlər və İdman Nazirinin şöbə rəisində baş verənlərin qabağını alasınız. Əks halda mən bu müraciətimi bir daha sizə edə bilməyəcəm. Çünki həyatda yaşamayacağım. Allah məni yaşatdı və həkimlərin nəticəsində mən ölümdən xilas edildim. Buna baxmayaraq, yenə mənə qarşı hücum var. Özlərinin böyük adam olduqlarını bildirirlər. Ətraf toplayaraq, güc toplayaraq, yanında deyərdim 50, 100, 200 adamla gəzərək qruppalar yaradıb mənə təsir edirlər. Həm ictimai, həm siyasi, həm fiziki zor göstərərək pulla məsələni həll edirlər. Və bu hər gün davam edir. Hər gün bu ağır günləri biz yaşamaqdayıq. Bunu deyərdim ki, bütün Azərbaycan xalqı bunu bilir. Cənab Prezident, sizdə bu bayram günündən istəyimiz odur ki, mənə qarşı olunan cinayətin üstü açılsın, cinayətkarlar lazımi cəzasını alsın və biz firavan olaraq öz Muay Thai Federasiyamızı, ictimai birliyimizi idarə edə bilək və idmanda verdiyimiz nəticələri yenə uğurla əldə edə bilək. Cənab Prezident, sizdən xahiş edirik.